Bismillahirrahmanirrahim. Sual budur ki, Allah Teala'ya kömək etmək olar mı? Allah'ın köməyə ihtiyacı var mı? Yardıma ihtiyacı var mı? Xeyr, Allah'ın heç bir istiqamətdə, heç bir müstəvidə zəifliyi, məhdudiyyəti yoxdur ki, o istiqamətdə kimsə ona kömək etsin. Sadəcə Allah'ın dininə, yəni bizi kamilləşdirmək, bizi xoşbəxt etmək üçün göndərdiyi o məcmuəyə kömək etməyə Allah'ın köməyi deyilir. Ki, Hz. Muhammed sallallahu aleyhi və səlləmin adına olan surədə 7-ci ayədə buyurur: Əuzubillahimineşşeytanirracim. Ya eyyuhellezine amanu. Ey inananlar, iman gətirənlər. İn tansurullaha yansurkum. Siz Allah'a kömək etsəniz, Allah da sizə kömək edər. Və yuthabbit aqdamakum. Və sizin qədəmlərinizi möhkəmləndirər. Yəni əqidənizi möhkəmləndirər. Səbrinizi çoxaldar. Siz Allah'a yardım edin. Yəni Allah'ın dininə dəstək olun. Yəni insanlığa, yəni mənəviyyata, yəni təmizliyə, yəni xoşbəxtliyə, yəni islaha, rifaha kömək eləyin. Allah Teala sizə kömək eləyir. Bu ayədə kömək ifadəsinin işlətmə formasından bilinir ki, nə deməkdir? İn tansurullah, əgər siz Allah'a kömək etsəniz, yansurkum, o sizə kömək edər. Yəni Allah'ın kömək ehtiyacı varsa, sizə kömək edəcək. Məlum olur ki, Allah'ın dininə dəstək olun, Allah da sizə dəstək olsun. Və burada mənim yadıma düşür bir möhtərəm alim var. Elə adını da çəkəcəm burada. Əziz dostumuz Hacı Əfqan bir dəfə mənə gözəl bir söz dedi. Dedi ki, biz bir neçə nəfər idik. Ya özləri idi, ya başqa bir neçə nəfər tələbə. Hərbi xidmətə gedirdik, deyir. Bizim dini ustadımız, ruhani müəllimimiz bizə dedi ki, Allah'ı sizə tapşırıram. Allah'ı sizə tapşırıram. Deyir, qardaşlar dedilər ki, ustad, sizi Allah'a tapşırıram deyərlər əskərliyə gedənə, qəribliyə gedənə, çətin bir yola gedənə. Siz niyə deyirsiniz ki, Allah'ı sizə tapşırıram? Deyir, ustad buyurdu ki, siz tələbəsiz, siz din tələbəsisiz. Sizin işiniz Allah'ı təmsil etməkdir. Siz getdiyiniz yerdə Allah'ı elə qorumalısınız, ilahiyyatı elə qorumalısınız, elə yaşamalısınız ki, Allah'ı orada təbliğ edəsiniz. Dostlarınız Allah'ı sevsinlər. Dostlarınız görsünlər ki, Allah dəyərlidir, Allah möhtərəmdir. Ona görə deyirəm ki, Allah'ı sizə tapşırıram. Sizə Allah'a tapşırıram öz yerində, amma sizin məsuliyyətinizi sizə bildirirəm ki, Allah'ı sizə tapşırıram. Getdiyiniz yerdə Allah'ı unutmayın. Deməyin ki, bu vaxta qədər dərs oxuyurduq, Allah var idi, getmişik başqa yerə, Allah yoxdur. Yox, Allah'ı yenə də qoruyun. Mən də əziz dinləyicilər, izləyicilər, Allah'ı sizə tapşırıram.